En büyük problem sipariş toplama əməliyyatıdır. Sipariş toplama nədir? Sizlərin siparişçilərin hansı ki, müştərilərin verdiyi siparişlər sistem üzərindən gəlir, ambar qəbul edir, ambardakı işçilər, mal toplamacılar və ya sipariş toplamacılar sizin siparişləri düzgün şəkildə vaxtında keyfiyyətli toplayıb platformaya gətirirlər. Ondan sonra da yükleme dağıtım. Dördüncü en büyük problem ehtiyatların real vaxt ərzində görsənməsidir. Yəni ki, mənim hal-hazırda stokumda nə qədər məhsul var, hazırda nə qədər məhsulum gəlir, hal-hazırda həmin məhsulun vəziyyəti haqqında, son istifadə tarixi haqqında, köhnəlmiş məhsuldurmu, yeni məhsuldurmu, amma real vaxt ərzində təsdiq olunması. Beşinci en büyük problem tehdit zəncirində qeyri-sabitlik. Yəni ki, buna biz deyirik planlama, tələb planlaması. Bilmirik, Novruz bayramında da görürsünüz ki, bəzi məhsullar artır, bəzi məhsullar su mövsümündə, yay mövsümündə su məhsullarının artması və yaxud da ki, bəzi mövsümlərdə qarşılaşırıq, buna dalğalanma deyilir, tələb dalğalanması ki, azalır, gəlmir. Digər mövzu tələb artımının idarə etmək. Buna forecasting deyirik. Bu mövzularda da danışacağıq. Tələb proqnozlaşdırılması. Qabaqcadan proqnoz veririk ki, məsələn, günə daxildə baxırıq, proqnoz verir ki, yayda hansı məhsullarımız daha çox artacaq. Ona uyğun nə edirik? Ambarımızda məkanı idarə edirik. Artan əmək xərcləri. Artan əmək xərcləri nədir? Son dövrlərdə bütün Avropa sahəsində baxsanız, inkişaf etmiş ölkələr robotik texnikalarına keçirlər. Niyə keçirlər? Əsas problemlərdən biri qabaqdadır deyəcəm. Hal-hazırdakı olanlardan biri işçi əmək xərclərinin artmasıdır. Artıq əmək xərcləri artdığı üçün onlar onu əvəz edirlər texnikalarına, robotlarına. İkinci səbəbi də indidən deyim, bu sahəyə marağın olmamasıdır. Sizlər müəyyən bir dövrdən sonra bu sahəni yaşlanacaqsınız, bu sahəni buraxacaqsınız, sizin davamçılarınız olmayacaq. Çünki yeni nəslin ambar sahəsinə, ambar idarə etməyə marağı yoxdur. Amma bu işləri görməyə nəsə lazımdır. Bir işin fikir olmasına səbəb ona yaradan bir tələb, maneədir. Əgər işçilərin marağı yoxsa, bunu kimsə görməlidir, artıq sən texnologiyaya gedirsən. Yoxsa ucuz gəlir, xərclər edir deyən bir məsələ deyil. Əksinə xərclər qalır, onun gətirilməsi, alınması, onun servis xərcləri çox başa gəlir. Ki, əsas məsələ budur. Bir, işçilik xərclərinin artması, işçilər işləmək istəmirsən, məcbursan əmək haqqısını qaldırmağa, ağır işdən var işi, məcbursan söhbət hələ ki, alınmadan gedir. Qaldırmağa, İkincisi maraq yoxdur. Universiteti qutaran tələbələr hər hansı bir sahələri bitiribsə, deyirəm 5 universitet oxumuşam bu sahəbsə mən. Onun ki, ambar gözlərinin qabağıma gələn necə gəlir? Ambar sahəsi, tozlu bir yer, qaranlıq bir yer, sadə bilinməyən bir saat işləsə bilinməyən bir yer. Bu sahə maraqları yoxdur. Ehtiyatların yenilənməsi, stokun yenilənməsi bitdi, nə qədər qalmış? Mən stokunu yenilənməliyəm. Bu düzgün idarə olmayanda, biz buna deyirik real dead point, minimum stok. Bu düzgün idarə olmayanda sən stokunda ya overstock olur, lazım olan çox stok olur və yaxud da ki, stok out olur. Heç yoxdur, müştəri istəyirsən onu qarşılaya bilmirsən. Əmək çatışmamazlığın dedim, işçilərin maraqlı olmaması. İşçi ekonomikası sağlamlıq və təhlükəsizliyi. Yəni ki, ən önəmli faktor, safety first deyilir buna. Ən önəmli faktorlardan biri işçilərin təhlükəsizliyinin qeydinə qalmaqdır. Bu ambar sahəsində təbii ki, çox qarşılaşdırır. Burada istəyir sipariş toplamacılar olsun, istəyir forklift sürənlər olsun, istəyir müəyyən bir avadan transportlərə dartanlar olsun. Onlara nə etməlidir? Şərait yaradılmalıdır. Və iadələrin idarə olunması. İadə nədir? Biz Ruslarına bazırat mallar deyirik, qayıdan mallar deyirik.
Amma artıq mən deyərdim ki, bu niyə? Buna səbəb nə ola bilər? Elektron satışlar. Online sifarişlər veririk. Onların vazifatları daha çox olur. Əsas geyimlərdə olur. Siz vizual olaraq başqa bir şeylər görürsünüz. Gəlib görürsünüz ki, yox, mən fikirləşdiyim deyil. Yox da geyindiyim ölçü böyük olur, kiçik olur. Neymişsən? İadələr daha çox olur. Son dövrlərdə iadələrin daha çox olan sahəsi online satışlardır. Tamam, razıyıq. Bu danışdığımız 100 ambar sahəsində liderin qeyd etdiyi ambarın qarşılıqlı çətinliklərdir. Və əvvələ qayıtsaq, görəcəksiniz ki, bizim mövzu başlıqlarımız, danışdığımız mövzu başlıqlarımız qoyduğumuz ambar sahəsinin idarə olunması, inventarlar stokun idarə olunması, təhsil zəncir logistika ilə əlaqələri, dalğalanmalar falan. WMS bu proqramı danışacaq, real vaxt ərzində məlumatların ötürülməsi, Lean idarə etməni danışacaq, ergonomika bunun içində gedəcək, təhlükəsizlik gedəcək bunun içində, inventar planlaması və forecasting, proqnozlaşdırma.